Bildiyiniz kimi telefonlar maqnit dalğaları ilə çalışır və telefon, Wi-Fi kimi cihazlardan çox istifadə etdiyimiz halda artıq bir maqnit alanında olmuş oluruq və bu da bizə bəzi fiziki narahatçılıqlarla geri dönüş edir. Baş ağrı, baş gicəllənmə, yaddaş pozğunluğu, diqqət əksikliyi kimi özün büruzə verə bilər. Bundan özümüzü qorumaq üçün nə etməliyik? Telefondan az istifadə etməliyik deyəcəm, amma mümkün deyil zamanəmizdə. Ən azından gündə 3-4 dəfə olmaqla 5 dəqiqəni keçməmək şərti ilə sosial mediaya baxmalıyıq. Ehtiyac yoxdursa, yataq otağında telefonu saxlamamalıyıq. Yox, məcburuqsa o zaman avia rejimə və yaxud da ki, narahat etmə rejimində gecələr yanımızda saxlamalıyıq. Telefonun zəngi getdiyi zaman, yəni danışdığımız zaman yox, zəng etdiyi zaman daha çox maqnit dalğaları olduğunu bildiyiniz üçün bu müddət dinamikdə olsa telefon daha məsləhətdir. Əgər bunlara riayət etsəniz, siz daha az zərər görmüş olacaqsınız.